Start recording getdik. Deməli, bu gün baxacağıq birincisi, ən birinci başlanğıc Vue-nun bəzi shortcutlarına, yəni Vue-da bəzi işlər var ki, bunları rahat işləmək üçün mütləq bilməlisiniz MVC yazırsınızsa əgər. İkinci baxacağıq request-ə, yəni bizim forumdan gələn datalara, yaxud da get request-dən gələn datalara, hamısına baxacağıq. Başlayaq birinci Vue-dan. Çox uzun çəkməyəcək, ən vacib şeyləri göstərəcəm. Deməli, biz bir yerdə PHP kodu açıb işləyə bilərik. Ya da ki, biz echo eləmək üçün sual işarəsi PHP olmayan, bu bərabərdir yazıb variable yaza bildik ki, echo eləyə bilək. İndi işimiz daha da rahatlaşacaq Vue Blade sayəsində. Yəni, bu nədir? Xüsusi bir kitabxanadır, belə izah edeyim. Bizə bəzi köməklər eləyir ki, PHP ilə HTML-i bir yerdə işlədək. Nədir bu? Məsələn, echo-nu bu cürünə yox. İndi görün necə yazacağam. Zaten bunu əzbər bilirsiniz. 2 dənə fiqur mötərizə yazırsınız. O avtomatik ideniz ikinci fiqur mötərizə özü bağlayacaq. Bura gəlib yazacaqsınız ki, $cat. Qutardı getdi. Bax, bu echo-nun qısaldılmışı bax bu olacaq. Ancaq Blade-in içindən söhbət gedir. İndi səhifəni refresh-sə görə işləyəcəkmi? Baxın, işlədi. Və yaxud da ürəyiniz hara istəyir? Məsələn, Laravel dərsinin yerinə gəlib nə edə bilərsiniz? Məsələn, burada echo yazıb bura yaza bilərsiniz. İndi birbaşa Laravel dərsi yazmaq istəyirsə, PHP-də string necə yazılır? Bax, bu cür yazılır da Laravel dərsi. Birbaşa stringlər stringsiz yaza bilməzsə bu niyə? Çünki bu sistem variable gözləyir. Bu altından xətt çəkir. Amma bir string yazsaz, baxın bu cürlə echo ilə ekrana gətirdi. Yəni düşünün ki, əslində bu bir növ buna bu kimi bir şeydir. H1 echo Laravel İkisi de işləyirdi amma. dərsi. Necə? İkisi de işləyirdi amma. Yəni o Yes, qismində yes, yes. işlədi. Bax, işlədi. Yəni bu ikisi eyni mənalı bir şeydir, yəni belə izah edeyim. Və yaxud da bu Laravel dərsini istəsəz controllerdan da göndərə bilərsiniz. Məsələn, title bərabərdir Laravel dərsi. Compact ilə bu title-ı ötürürsünüz. Və sonra gəlib burada dırnağı silirsiniz. Burada $title yazırsınız. Qutardı getdi. Səhifə refresh edirəm, baxın error falan yoxdur. Yəni echo $title. Okay. Belə, görək printer işləyəcəkmi bu echo-nun içində. Çünki bunu silirik. Bunu yazırıq $category S yazdıq. Səhifəni refresh edirik. Baxın, error atdı. Niyə error atdı? Səbəbini özünüz məndən yaxşı bilirsiniz ki, echo kateqoriya array ekrana gətirmir. Printer ekrana gətirir. İndi qayıtıraq dala. Biz PHP tag açıb bu cür də kod yaza bilərik. Amma bizi bir də başqa bir yol da göstərim sizə. Deməli, nədir bu yol? @php yazıb PHP @end-php. Bax, bunun içinə bunu ata bilərsiniz. Bax, bu cürlə. İki cür printer kateqorisi yazıb eyni şeydir. Səhifəni refresh edirəm. 2 dəfə gəldi, çünki bir dəfə bu var, bir dəfə bu var. Yəni PHP tagini əgərsə bu cür çətindirsə açmaq, yəni bu cür aça da bilərsiniz @php-nin, amma ancaq Blade daxilində. Sonra tutaq ki, hər hansı bir if yazırsınız. Məsələn, if-i normalda necə yazırsınız ki, burada PHP tag açırsınız. If məsələn 1 bərabərdirsə 1-ə atıram. İndi if şərtini 2 nöqtə yazırdıq normalda. Sonra PHP tagini bağlayırdıq. Təzədən PHP tagi açırdıq. Zülm, niyə başlayaq? Sonra burada end if yazırdınız, yadınıza gəlirsə. Və sonra təzədən PHP tagini bağlayırdıq. Bunu səliqə səhmana salın bu cürlə. Və sonra yadınıza gəlirsə, bura biz nə istəsək HTML kodu yaza bilirik. Məsələn, H1, salam və s. İndi bunun daha da qısaldılmış yolu var. Nədir bunun qısaldılmış yolu? Birbaşa @php @if. Bax, bura şərtinizi yazırsınız. Məsələn, 1 bərabərdir 1-ə. Və sonra buradakı salamı yazırsınız, qutardı getdi. Yəni nə olur? Bax, bu boyda kodun qısaldılmışı budur. Yəni
if şərtinizi bura yazıb, promo bura HTML yaza bilərsiniz. Hətta indi siz else if necə yazacağıq? Burada təzədən else if yazırıq. Bura else if şərtini yazırsınız. Məsələn 2 bərabərdir 2-yə. Bura else if yazırsınız. Məsələn hey 2 salam 2 və tutaq ki indi bizdə else halı da var. @else yazırsınız. Çünki burada mötərizə açmağa ehtiyac yoxdur. Else daxil heç bir şərt yazmırıq. Və burada else yazırsınız ki, məsələn salam 3 qutardı getdi. Yəni bir dənə bunun qısalığına baxın. Çox qəşəngdir yəni. Dəhşət. Yoxsa burada Bu ancaq aha. aha. Bu ancaq bu faylda işlənir. Başqa yerdə işlədə bilmərik bu yazıda. İşlədə bilərsiniz. Amma öz PHP layihənizdə işlətmək istəsə bu kitabxananı yükləməlisiniz və bu cür edit.blade.php adında, yəni edit olmasın. Yəni əvvəlini siz qoyun. Axırı blade.php ilə bitməlidir yəni. Aha, başa düşdüm. Bu cür. Yəni bu cür shortcutlar mövcuddur. If, else, and if və s. Sonra nəyə var? Bura qədər sual yoxdur yəqin ki. Yox, aydın. İndi keçdik o birisinə. Mənə nə gəlir? Controller'dan, gəlin bu tərəfə ataq. Mənə gəlir categories array. Categories array-ni yazıcı gəlsə table formatında və yaxud da necəsə olsun, fərqi yoxdur. Ekrana gətirmək üçün for each istifadə edirdi yazıcı gəlsə. For each necə istifadə edirdi? Yenə PHP tag açırdıq. PHP tagini bağlayırıq. Bunun arasına yazırıq for each dollar categories as dollar category. Sonra bunu yazırdıq. Təzədən PHP tagı açırdıq. End for each. Yes, end for each yazırdıq. Sonra bunları bir dənə səliqə səhmalı salsa, burada da ki rahat neyimizi yazırdıq. Yəni Blade formasında yazıq. Echo dollar kateqori yazaq. Bunu təzə yolla yazaq. Ekrana gəlsək, baxın datalarım gəldi. İndi bunun da daha qısaldılmışı var artıq. Əslində təxmin edə bilərsiniz olacaq. At for each, end for each. Bunun içində də eyni ilə bunu yazırıq. Burada echo dollar kateqori. Ya sırf bunun məqsədi PHP tagi açmamaqdır, yəni başqa bir səbəbi yoxdur, yəni. Səhifə refreşdən baxın, gəldi ekrana bu cür nə? Yəni datalarım, yəni bu daha qısadır, nəinki bu. Belə. İndiyə bilərsiniz burada boşluqlar buraxmışam, bəlkə uzun görsənir, amma dəxlisi yoxdur, sırf bu PHP taginə görə. Belə. Bir də bu for each-in qəşəng bir şey var, nədir izah edeyim sizə. Normalda siz for each-in yadınıza gəlsə, dollar i var idi, sıfırdan başlamaq, indeks. İndeksi tuta bilmirdiniz. İndeks tutmaq üçün nə edirdik? Dollar i bərabərdir 0 yazırdıq və burada i-ni işlətmək üçün dollar i plus yazırdıq və baxsaq 0, 1, 2. Amma at for each-də isə sizə daha qəşəng bir şey verir. Nədir bu qəşəng bir şey? Dollar loop deyə bir şey var idi. Loop index deyəsən buydu. Hə, de gəldi. 0, 1, 2. Baxın artıq get i yarat, i++ ilə ehtiyac yoxdur. Dollar loop yazıb index yazsaz, sizə daha ucu get bir şey yarat elə ehtiyac yoxdur. Promo isə indeksi verəcək. Yəni buradakı for each-in bir də bu avantajı var yəni. Promo indeksi sizə hazır verir. Amma olmaz ki, elə forla yazaq, indekslərdir, çərpiyək. Yəni istəyirsən forla yaz, problem yoxdur. Prosta for each daha belə, bax bu daha səliqə səhmanlıdır da, yəni üstəlik daha qısadır. Yəni onu izah eləməyə çalışıram. Belə, sual varmı bura qədər? Yox, aydındır. Okay. İndi gəldik Murad səndiyim fora. Tutaq ki, bir for dövrü yazmaq istəyirsən. Daha doğrusu PHP-dən yazır, göstərmirəm təzədən. Yəni onu qısaltmasını yazaq. At for dollar i bərabərdir 0. Dollar i kiçikdir, məsələn 15. Dollar i plus. Yəni məqsəd PHP tagi açmamaqdır. Burada gəl nə yazaq? Məsələn salam yazaq. H1 salam. Artıq 15 dəfə ekran salam gəlməlidir. Salam gəldi. Yəni for dövrünün qısacası budur, yəni. Sonra bizdə nə var idi? At while falan var. Onlar while ehtiyac yoxdur. İndi tutaq ki, burada
mənim yadımdan çıxmış nüanslar ola bilər və yaxud da sizin də bu sintaksinizi unuda bilərsiniz. Sizə mütləqdir ki, dokumentasiya açıb oxumağınız vacibdir. Oxumağınız da deməyim də, lazım olanda açıb baxmağınız. Yəni oxumağı sonrakı mərhələdə hələ ki. Nə edəcəksiniz? Yazırsınız ki, bax bunun adı nədir? Blade. Yazırsınız ki, Laravel view blade. Bax yazırsınız. Blade template diye bir şey çıxdı. Bax Blade template. Bu Laravel'in öz saytıdır. Yəni diqqətlə laravel.com. Daxil olursunuz buna və diqqət yetirin bir şeyə, o versiyanı mütləq seçin. Niyə? Çünki 12-də olan şey 10-da olmaya bilər. Sonra deməyin ki, niyə işləmədi. Onu seçdiniz. Bax gəlir nə deyir? Başlayır burada izahlar eləməyə. Deyir ki, məsələn bax bunu yazsaz echo eləyəcək. Və bu arada bir şey deməyi unutmuşam. Bax bu var ha bu. HTML special charge-dan eləyir. HTML special charge-ın nə olduğu yadınızdadır. Demişdik, amma yox. HTML kodu yazırdıq içində. Yox, belə izah edeyim. Bu dollar title məsələn bu. Gəlin bunu Laravel dərsini belə göndərəm. H1 Laravel dərsi. H1 tagini bağlayıram. Bağlaya bilmirəm, indi bağladım. Okay. İndi baxın, bu cür echo eləyirəm ekrana. Səhifəni refreshləyim. Baxın, Promo H1 gəldi. Amma bir də var ki, bunu silim, yəni bunu silim. Okay. Bax, Promo H1 Laravel gəldi. İndi gəlin, bəs necə eləyim ki, bu H1 tagini oxusun. Bunun üçünsə yolu nədir? Bax, bu bizə bu cür echo HTML special charge nə eləyir? Yəni düşünün necə eləyir? Birincisi onu izah edeyim. PHP-də necə olurdu? Deməli echo HTML special charge $title. Bax bu cür nədir? Bu ilə bu eyni şeydir. Bəs yaxşı necəyəm ki bu funksiyasız oxusun onu? Bunun da yolu bu cür nədir? Fiqur mötərizə, nida fiqur mötərizə. Yəni bu o deməkdir ki, sən bunu təhlükəli şəkildə oxu da, yəni nə mənada? Tag varsa baxın, Laravel dərsi. O ilə bir yerdə oxu, yəni burada göndərdiyim H1 tagi ilə bir yerdə oxu. Bu cürlə. Sual varmı? Yox, aynen. Yaxşı, elə dokumentasiyada buna baxdıq. Bax burada yazılıb izahı. XSS atak üçün qoruma sağlayır, belə deyim. Sonra getdik nəyə? Deməli düşdü aşağı. O getdik if catch JavaScript tərəfləri izah eləmirəm. Deməli if statementlər bunlardır. Is set də var bu arada, göstərim. Hara getdim mən? If is set yazmağın yerinə səhər promo is set yazıb bunu yazsaz sizi undefined variable-dan və yaxud undefined array-2-dən qoruyur. Alsa ehtiyac yoxdur. Anyone. Okay. Bu da qəşəng bir şeydir. Düzdür, nə dərəcədə işdə dərs bilmirəm. Gəlin belə izah edeyim sizə. Yadınızda bizdə .environment deyə bir fayl var. Bax bu faylın içində key və value anlayışı var. Məsələn, app name Laravel. Tutaq ki, sizə burada app env, yəni app'in mühiti lokal. Tutaq sizə bir dənə if lazımdır ki, app'in mühiti budursa bu eləsin, başqadırsa bu. İndi nə edirik? Məsələn, app env-ını burada əldə eləmək istəyirəm. Gəlin birinci əldə eləməyə baxaq. Yazıram echo. Bax, echo yazmıram, əstəğfurullah. Bax, @env yazıram. @env. Və burada tutaq app env yazıram. Bax bu cürlə. İndi burada deyir ki sən staging, bura bunun valuesunu yazmasan lokal. Deməli, buraya yazıram lokal. Bu o deməkdir ki, sənin environment mühitin, yəni environment mühitin budur. Lokal olarsa, bax bunun içine girib oxuyacaq yəni. Bunu bəs bu tərəfdə necə edirlər? Bu tərəfdə belə bir şey var, hazır funksiya. Env deyə bir hazır funksiya var. Sən env yazıb, env'nin içində nə var bizdə? App env var. Bu yazıb, burada if şərti yaza bilərsən. Nədir bu if şərti? If app env bərabərsə lokala. Bu nə verir bizə? Bax bunun
qabağında dayanan dəyəri. Yəni lokal sözünü verir. Əgər lokalsa bu bir də else yaza bilərsiniz. Çünki production mühitidirsə, gitsin bunu oxusun. Məsələn, bu cür də bir iflər yazmaq mümkündür. Yəni environmentin içində bir şeyə çatmaq. İndi bu mövzuya qayıdacaq qabaqda, hələ ki ehtiyac yoxdur. Sadəcə burada çıxdı deyə izah elədim. Deməli, session hələ ki qalsın. Switch case işlətməyə lazım olsa baxarsınız. Burada sintaksinə, yəni bildiyiniz PHP-dəki eyni şeydir. Dollar loop deyəndə, for dövrünü izah elədim. At for each izah elədim. For else nədir? For else. Deməli, for else-a diqqətlə baxsaq, zoom eləyim. Users as user. Yəni deyir ki, get userlər array-ni dövr elə. User-in içindəki neyimi götür. İndi bir də var ki, bizim users array içi boşdur. Yəni array var ha, mövcuddur, amma içi boşdur. İçi boşdursa da gedir for else-in içinə girmir. Bax bura girir, no user sözünü yazır. Yəni bunun sırf məqsədi if-dən qaçınmaq üçündür ki, if yaza bilərsən ki, users count 0-dırsa bunu elə, else-də bunu elə, bunu bu cür qısa yaza bilərsən. İndi nə dərəcədə sizə işlətməyə lazım olar, özünüz işlədərsiniz. While-dakı bu cür nədir şərti? Durub while dərsini bir daha keçmirəm sizə. Gəldi indi bura. At continue deyə bir şey var. Bildiyiniz PHP-dəki continue'dur. Prosta PHP tagi açıb continue yazmamaq üçün at continue yazırsınız. At break, yenə də PHP tagi açıb break yazmamaq üçün at break yazırsınız. Sonra nə var burada? Echo var, izah olunub, dollar loop, last, okey, bu var. Deməli, bu nədir? Çox qəşəng bir şeydir bu. Bax, gör nə yazıb. Deyir ki, əgər mən ilk dövrdəyəmsə, normalda for each-də birinci dövr necə tuta bilərsən? Yəni, i bərabərdir 0 yazıb elə tuta bilərsən də. Amma buna bax, deyir ki, sən at if yaz, dollar loop first yazsa, ilk dövrü tuta bilərsən. Yəni, əgər bir if yazmaq istənsə. Bir də, axırıncı dövrünü də tuturduq. Dollar i bərabərdir count dollar usersə. Yəni, count dollar users nədir? Onun sayıdır. Bu hədif yuxarı gedir. O cür nə tuta bilərsiniz. Burada nə deyir? Deyir ki, promote dollar loop last yazsan, nə edə bilərsən? Tuta bilərsən. Sual var bu arada. Yoxdur. Amma o bir tane işləyir də, yəni. Hə, işləyir. O birisi də işləyir, bu da. Hansını istəyirsiniz yaza bilərsiniz. Burada yenə deyir ki, for each-in içində, at for each içində, dollar loop index, iteration və s. Bu cür mənalı şeylər var. İstəsəz işlədə bilərsiniz. Keçə görə başqa nəsə varmı? Daha vacib nüanslardan biri. Include falan gələcək dərslərdə izah edəcəm. Bunlara hələ ki ehtiyac yoxdur. Birbaşa bunları keçməyin mənası yoxdur. Əslində, yəni, çətin bir şey də yoxdur. Məsələn, at include deyir ki, at include var burada, məsələn. Biz PHP-də include var, ha? Onun eynisidir. Yəni, bir faylı o birisi faylda yükləmir. Bu isə sadəcə bunun içində view yükləyirsən. Yəni, başqa view-u gəlib bunun içində promo atırsan include-la. Yəni, qabaqçı dərslərdə izah edəcəm. Sonra görək nə var. Elə bir autoload işin PHP hissəsini atır, amma bu birisi isə görünüş hissəsini, view hissəsini, hə? Sualı tam başa düşmədim. Biz autoloadla dediyi bütün klassları falan yükləyir. Yes. Bu da elə bir ki, işin front-end hissəsini görür də. Bu da Hə, bu ümumiyyətlə indiyə qədər danışdığımız hər şey front-end hissəsidir. Yəni bu tərəf, yəni sırf burada gördüyünüz bir PHP kodu yoxdur, yəni sırf front-end hissəsi. Yəni siz front-enddə də nə var? Elə bildiyiniz ekolardır, dövrlərdir və yaxud da şərtlərdir. Yəni bu şərt daxilində bunu elə və s. Təbii ki, bu MVC yazırsa belədir. Yəni normalda front-end developer API və s. də request atır, API-dən gələn datanı işləyir. Amma biz burada MVC-dir deyə dataları götürüb birbaşa burada işlədə bilərik. Bu cürlə. İstəsəz sonra dərsdən sonra bunu oxuyarsınız. Burada nə qədər şey var. Əslində heç oxumağınıza ehtiyac yoxdur hələ ki. Hələ ki saxlayın, hələ ki oxumayın, hələ ki dərsə baxın, vəsə. Sonrakı bunları belə bitirəndən sonra istəsəz bunu oxuya bilərsiniz. Maraqlı söhbətlər var. Okay. Yəni bu bax burada da mündəricatda BIOS Blade template deyə bir hissə var. Bax bunu burada oxuyacaqsınız. Nəsə, bunun üstündə çox vaxt itirmək istəmirəm. Yəni, qısa kodları yazdıqca olsa yadınızda qalacaq. Yəni, bunu əzbərləməyə ehtiyac yoxdur. Yazıdan çıxdısa belə açıb dokumentasiyadan baxın. Biz dərslərdə çox istifadə edəcəyik. Keçdik ikinci hissəyə.
İkinci hissə nə edirik? Gəlin bu editi buraxaq. Səliqəsizdir bura. Bir dənə gəlin public function store yaradaq və bir dənə də buna root yaradaq. Adı olsun nə? Store. Bu metod olsun post. Yəni HTTP post request. Kateqoriyanın save məsələn. Və bu da getsin store metoduna. Gəl bunu da editin üstünə ataq. Okey. Fərqi yoxdur bu arada sırasını. Browserə belə atdım özüm üçün. Okey. İndi mən nə edirəm? Buna bir dənə gəlin. Store'dan əvvəl bir dənə view yaratmalıyıq ana səhifə. Ana səhifə yox, daha sonra create səhifəsi. Çünki niyə biz birinci forma getməliyik? Sonra store save eləməliyik. Create-ə getmək üçün get olacaq. Gəlin bir dənə də metod yaradaq. Public function create və buraya yazıram return view kateqorinin içindəki create.build.php'nin daxilinə getsin. Okey, getdi. Gəlin nə edək? Burada bir dənə create.build.php yaradaq. Create.build.php. Gəlin buna yazaq kodumuzu. Yazıram bura nə? Bizim bildiyimiz standart. Bir dənə H1 açaq, tutaq ki, yazaq kateqori create və bura yazaq forum. Forumda metod olsun post və burada nə olsun? Bir dənə olsun input type text, name olsun elə və bu bizim kateqoriyamızın adıdır. Gəlin buna yazaq placeholder, label yazmağa həvəsim yoxdur. Yazaq kateqori name. Okey. Tutaq kateqoriyanın adı olsun. Əsl kateqoriyanın başqa bir inputu yoxdur da. Gəlin prosta hələ belə özümdən başqa bir input əlavə edeyim. Sadəcə request-i handle eləməyi göstərmək istəyirəm. Okey. İndi input type text tutaq ki, bu da olsun bizdə. Gəlin bu type hidden olsun. Bu maraqlı bir şey olsun. Hidden olsun, name olsun. Tutaq ki, başqa bir parametr. Məsələn, nə qoya bilərik? Məsələn, atıram bura random bir şey. Computer və yaxud da brand ataq. Brandin də value'su olsun. Məsələn, Acer. Tutaq ki, bu mənim vacib bir inputumdur. Gəlməyə lazımdır. Okey. Çünki bir dənə istəmirəm. Nə input olsun? Çox input olsun. İstəyirəm. Okey. İndi gəldik bu hissəyə. Normalda biz forma action yazmayanda nə olurdu? Həmin öz səhifəsinə qayıdırdı. Amma biz bu dəfə istəyirik ki, İstəyirik ki, bizim web.php-də nə etsin? Bax, kateqorinin store-una getsin. Kateqorinin store-una getməsi üçün nə edirik? Yəni bura linkini yazırıq ki, kateqori store. Gəlin biz bu create səhifəsini açaq. Yazıram. Kateqori create. Okey, açıldı səhifəsi. Düymə qoymamışam. Gəlin bura bir dənə düymə qoyaq. Button type submit. Düymənin adını qoyaq. Save. Okey. Tutaq ki, bu bizim forumumuzdur. İndi birinci növbədə nə etməliyik? Birinci növbədə təbii ki, bildiniz ki, action-ı yazmalıyıq. Bu getdi öz yerinə, öz işinə. İkinci məsələ nədir? Laravel bizdən. Əgər MVC bir vahə yazırıqsa və forumu elə bir ki, submit eləyiriksə, bizə @csrf yazmağımızı məcbur edir. Deməli, @csrf nədir? Gəl birinci bunu sileyim. Səhifəni refresh edeyim, inspect. Burada bunu böldək. Body, forum, böldürəm. Okey. Bax, görürsünüz burada nə var sadə? Input type text, input type hidden, button, все, qutardı getdi. İndi gəlin bu CSRF-i gətirirəm. Bura bir @CSRF yazsaq, səhifəni refresh edib forum yazıram. Baxın, input type hidden deyə bir input əlavə elədi Laravel biz üçün bura. Bunun name'i token'dır. Value'sda bir dənə hələ belə bir value qoyub bura. Səhifəni refresh desəm, bax bu value hələ ki bizə sabitdir, çünki bu işlənməyib elə. Və bunun məqsədi nədir? Cyber security-də CSRF deyə attack deyə bir şey var. Ya siz bunu buraya yazmasanız hələ ki, Laravel sizi öldür özü, sizə bunu submit eləməyə icazə verməyəcək.
Məcbursunuz ki, siz bunu yazasınız. Səbəbi odur ki, CSRF atakdan qorunmaq üçün. CSRF atak nədir deyə desəz, tutaq ki, tutaq bir Facebook səhifəmdir mən, post yazıram bura. Bugün hava buludludur məsələn. Siz bu save-ə basan zaman, siz bu post metodunu, yəni post linkini tutub, bu linki başqasına ata bilərsiniz. Başqası o linki açanda onun Facebook profili açıqdırsa ki, gedib o Facebook profilində siz yazdığınız mətn, məsələn, şey ola bilər, paylaşıla bilər. Yəni, bilmirəm, qısacası izah edə bildim mi CSRF atak nədir? Bax, bu ataklardan qorunmaq üçün nə var? Bizə bu value token anlayışı var. Buna çox dərin girməyəcəm. Çünki sizə ehtiyac yoxdur bunu çox belə dərinləməsə bilmək. Başqasının adından nəsə paylaşa bilər. Bəli, başqası sənə bir link atıb o linki şey eləməyiniz, handle eləməyi bu cürlə. İndi bu CSRF atakı siz niyə məcbursunuz yazmaq? Onu birinci izah edeyim. Gələcəm buna çox qısacası bir şey göstərəcəm. Yazı kernel deyirdim, sizə həmişə kernel keçənlər. Bax burada web deyə bir hissədə verify CSRF deyə bir hissə var. Bax, web onu göstərir ki, bu web.php-də yazılan rootlar, bunun içində çoxlu yoxlanışlar var. Bu yoxlanışlardan biri verify CSRF-dir. Demişdim, bura yavaş-yavaş değinəcəm. Bax, bu middleware verify CSRF gedir sizi CSRF ataklardan qorumağı öz üstəsinə götürür, öhdəliyinə götürür. Və buna görə də siz heç vaxt bura @CSRF yazmadan bunu submit eləyə bilməzsiniz. Əgər istəyirsinizsə bunu CSRF-siz handle eləmək, gəlib mütləq ki, bunu kommentə atasınız. Təbii ki, elə bir şey eləməyin. Gedin bura @CSRF-inizi yazın, təhlükəsizliyiniz okey olsun. Birinci məsələ buydu. Bunu gələndə soruşacağam sizdən. Getdi indi qabağa. Phishing kimi demək olar, yoxsa ancaq başqasının adından nəsə paylaşmaq? O phishing link atıb məlumatları. Phishing ümumiyyətlə odur ki, kimisə oltalamaqda, yəni link atırsan, o linkin müxtəlif səbəbləri ola bilər. En qədər səbəbi ola bilər. Phishing odur, yəni kimisə oltalayırsan, aldadırsan. Tam bu deyil də, bu prosta başqasının adı. Yəni bu onların arasında daxil ola bilərmi deyə düşünürəm. Əslində ola bilər deyə, ola bilər. Çünki phishingin yəni çox məqsədi var. Məsələn, birinə yalandan link atsan ki, sənin ən sevdiyin məsələn məhsul burdadır, girsin bu məhsul, baxır, elə bilir ki, orijinal saytda öz kredit kartını yazır, nə idi onun adı? Phishingdir məsələn bu da. Və yaxud da linkə daxil olanda başqa pis şey də gələ bilər. Bu da phishing sayıla bilər, bəli. Okey. Getdik qabağa doğru davam. İndi tutaq biz bunu yazdıq. Bura qədər hər şeyimiz hazırdır. Qaldı bizim nəyimiz? Bu tərəfdə bunu handle eləmək. Biz dedik hara gəlir? Bax, category store linkinə gedir. Category store linkini eləyir. Bax bu. Gedir category controller da store metoduna. Bax, step by step gedirəm ki, saçmayasın. Gəldi bura. İndi gəlin bura gələndə hələlik return 12 yazaq, görək 12-ni gətirəcəyim ekrana. Çünki bilə görə prosesimiz işləyirmi? Hələ birinci onu yoxlayıram. Səhifəni refreşdirəm, tutaq ki, yazıram bura kateqoriya adı. Məsələn, animal. Save-ə basıram, 12-yə gəldi. Deməli, nə baş verdi? Bizim gəlib bura çıxdı. İndi bir də şey göstərmək istəyirəm sizə. @CSRF yazmasaq nə olacaq? Onu göstərmək. Çünki adamın yadından çıxır çox vaxtı. Ona görə. Dava qaydaq, səhifəni refreşləyək. Artıq burada deyiruz token deyə bir şey yoxdur. Buraya yazıram animal, save-ə basıram. 419 page expired. Bax, əgər siz göstərməyi məqsədim odur ki, göz yaddaşınız yaransın. 419 page expired odur ki, siz bunu görsəz bilin ki, @CSRF-i unutmusunuz. Bu cür nə? Yəni bu HTTP status koddur bu arada 419. Necə 500 və s. varsa o cür nə? İndi gəlin bunu CSRF-i əlavə eləyək. Error da gördüyünüzə görə. Gəl indi getdik nəyə? Buraya yazıram animal, save-ə bastım, getdi store-a. Bəli. Bir də biz action üçün həmişə boş qoyurduq o şeydə. Bəli. Çünki həmin öz-özünə getsin istəyirdik öz səhifəsinə. Amma bizdə nə var? Root sistemi var. Niyə? Çünki deyirəm ki, bax save eləyəndə bu roota gəlsin. Create səhifəsi üçün bu roota gəlsin. İndi məntiqdən fikirləşək. Mən deyirəm ki, save eləyəndə getsin bu roota. Çünki ucu proseslərini bölürlər. Create səhifəsi budur, save səhifəsi budur, bu cürlə.
hə o location zat yazırdı. Bu onun kimi bir şeydi də. Bəli, bəli. İnsan adı yadımdan çıxdı. Bəli, bəli. Hə. Okay. İndi nə etməliyəm? Burada mən gələn datanı save eləməliyəm. Bəs yaxşı, gələn datanı necə tuturduq? Birinci sizin deməyim, PHP-nin yolu var idi ki, $@ posted yazırsan. Elə gəl bunu return eləyib, printer return inşədə ekrana gətirəcək burada. Control səviyyəsindən söhbət gedir amma return eləyəndə. Deməli, gəl baxaq. Səhifəni refresh deyirəm. Gəldi bura. Burada ehtiyacımız yoxdur. Bunu bağlayıram. Hə. Deməli nə oldu? Baxın, alt xətt token gəldi, name gəldi, brand gəldi. İndi deyəcəksiniz ki, niyə bunlar gəldi? Çünki mən demişdim ki, sizə forum metodu metod nədirsə, forum tagləri arasında daxilində nə var, nə yox, bu bizə yığır göndərir. Yəni nə var burada? Name var, brand var, bir də @CSRF-in göstərdim yax, altdan xətt tokenu var. Nə oldu? Gəldi. Yəni siz artıq nə edə bilərsiniz? Burada $@ postdan istifadə edib rahat save-inizi apara bilərsiniz. Amma artıq o dövrdə getdi, istifadə eləməyəcəyik onu. Səbəblərini gələcək. Bəs yaxşı ki, biz postu necə handle eləyəcəyik? Yəni postdan gələn datanı necə tutacağıq? Bax bu ilə yox. Bu store metodunun daxilində, yəni parametr yerinə request yazacaqsınız, $request yazacaqsınız. Bu nədir? Bu o deməkdir ki, mənə request klassı tipində $request parametri göndər deməkdir. Bəs yaxşı, $request klassı nədir? Bax yuxarıda yazılıb. Use illuminate HTTP request. Yəni bu bir klasslı Laravelin daxilində olan, deyirəm ki, mənə request klassı tipində $request göndər. Və bu klassı açsam içini, bu klassın içində çoxlu hazır metodlar, funksiyalar var. Tamam. Gələk birinci məqsədə biz niyə bunu yazırıq? Səbəbi odur ki, bizim Laravel bizə bütün requestdən, arxada request nədir? Bizim getdən, linkdən də ola bilər. Postda şeydən də ola bilər. Postun body'sində də ola bilər. Bütün bundan hamısını əldə eləyir. Arxada sənin üçün bu dataları hazırlayır, təhlükəsiz formada, məsələn, trim və s. eləyir, belə deyim, uzun sözün qısası. Və sənə bunu qaytarır bir klass formasında. Və sən indi gəl bu klassı return eləm $request. Bax return elədim, return $request. Səhifəni yəni refresh deyirəm. Baxın, səhifəni refresh edəndə eyni şey gəldi mənə. Baxın, yenə də $@ postdan eyni məqsədli bir şey gəldi. Amma bu $request-in desəz ki, bəs yaxşı, name-i necə əldə eləyərəm? Normalda posta necə eləyirdik? $post, name eləyirdik. Amma class daxilində nəyisə əldə eləmək üçün nə edik? Object-in içində. Object-in içində name yazırdıq, yazıca gəlir. Bax, eyni bu cürlə. $request isə name. Baxın, səhifəni refresh deyirəm. Bax, animal gəldi. Bu birisi kommentdədir ya. Bax, request name yazırsınız. Artıq birincisi ümumiyyətlə request name işlətmək daha rahatdır. Belə dollar yaz, altdan xəttdən yaz, kvadrat mötərizə yaz, dırnaq aç. Bu biraz uzun gedir. Bir də var ki, primary variable name. Bax, bu daha qısadır. Bu birinci məsələ. İkinci məsələ, mən bu request-i primary ekrana gətirirdim. Bax, bu request ekrana gətirdim. İndi görün nə gətirirəm. Bunun içində biraz hazır metodlar var. Məsələn, o adında bir metod var. Bir dəqiqə. Burada o yazılır. Bir dəqiqə. Görün, bu desəm bu klassın içində deyil o metodu. This o yazıb, dəmdə this o-a gedim. Okay. Deməli, baxın, public function all deyə bir anlayış var. Desəz ki, bu interact with input nədir? Bu request klassıdır. Bu request klassı use eləyib, bax bunu. Bax, bu da ki, budur. Yəni, trade'dir. Belə uzun sözün qısası. İndi, baxın, nə edirəm? $request yazıb all yazıram. Nə olmuş olur? Mənim request klassımın içində all deyə bir şey varsa, deməli, mən bunu burada da çağıra bilərəm all-u. Səhifəni refresh deyirəm. Mənə request klass daxilində hər şeyi gətirir. Sonra nə var burada? Header var məsələn. Header-ı keçmişdim sizə nə olduğunu. Header, hə, şeydə Yönəldirdi linkə. Necə? Yo, o header deyil. HTTP-nin header-ı demək istəyirəm. Yəni keçməmişəm. Okay. Bu bizim header-larımızdır. Yəni hansı başlıqlar altında gəlmir. Ümumiyyətlə HTTP-nin body'si olur, link olur, nə bilim, çox şey olur.
Siz ümumiyyətlə request klassının libo şeyinə, bax burada sata bilərsiniz. Header'ına. Sonra nə var burada? URL. Məsələn, yəni URL-ı ekrana gətirir. Baxın. Siz request class sayəsində hansı link açılıb ona baxa bilirsiniz. Sonra nə var burada görək maraqlı. Məsələn, exist var, yəni varmı deyə, mövcuddurmu? Session, validate, file, merge, JSON, pass, all file, cookie, çox şey var. Yəni burada maraqlı, dəhşət şeylər var. Amma uzatmıram, hələ ki sizə nə lazımdır? Postdan gələn nəyisə əldə etmək üçün request name yazsınız, qurtardı, getdi. Bu sizə hazır, təhlükəsiz formada, yəni nə qədər təhlükəsizdir, onu biraz tartışılır, türklər deyirlər. Onu danışmaq olar, amma ilkin formada daha rahat, daha qısa əldə edilir. Amma mövzumuz təbii ki bitmədi. Niyə bitmədi? Bax biz bura request klassı tipində request yazırıqsa, nə olmalıdır? Yazı gəlsə bu metoda nəsə parametr yazırıqsa, bunu hardasa göndərməliyik axı. Məntiqlidirsə, təbii ki. Yaxşı, bəs necə olur ki, biz bunu heç yerdə göndərmirik? Yəni request class tipində də olan request-i heç yerdə göndərmədik, amma burada heç bir error almadan işlədik. Yəqin metodun özündə elə if qoyulub ki, qəbul olunsa götürsün. Yox, belə izah edeyim sənə. Laravel arkada yoxlayır. Əgər sənə bax bu lazımdırsa, hazır sənin üçün gedir bu klassı new eləyir, yəni instansını yaradır və sənə bunu göndərir. Yəni bunun adını nə deyirlər? Bunun adına dependency injection deyirlər. Nədir bu dependency injection? Biz bunu constructda keçmişdik, yadınıza gəlsə. Constructda elə bir metod yazırdıq. Çöldən bir klassı göndərirdik. Niyə çöldən göndərir? Çünki asılı qalmayaq o klassdan deyə. İndi burada nə olur? Laravel necə göndərir bu request-i? Laravel'in service container deyə bir şey var. Service container. O service container sayəsində baxır. Əgər bu metodun request deyə bir klass, indi başqa klasslar da olacaq. Ehtiyacı varsa onu new eləyib. Təbii ki new'nun arxa fonunda necə eləyir, onu deməyəcəm. Singletonla da ola bilər və yaxud da eləyirlər var ki, singletonsuz da ola bilər. Amma belə məntiqlə fikirləşəndə sizə belə izah edeyim. Request nədir? Hər adamın inputdan doldurub göndərdiyi bir şeydir. Hər adam nə göndərir? Fərqli bir data göndərir, düzdür? Məsələn, sən Muradsan, fərqli bir kateqoriyada doldurdun, göndərdin, Cəfər başqasını göndərdi. Məntiqdən bu singletondan yarana bilər? Yox. Niyə singletondan yaransın axı? Çünki singleton axı deyir ki, bir dənə yerə çıxışı var. Amma bizə hər gələn data fərqlidir. Deməli bu nə olur? Singletondan yaranmır arxada. Hər dəfə fərqli niyə olur? Yenə deyirəm, arxa fonda bu öz işini görür. Nəsə service container bizə hər dəfə bir request klassını new elib göndərir və içinə təbii ki bizim $@ postdan, yəni $@ requestdən gələn dataları içinə atır. Həmçinin təkcə onu yox. Header'ları, nə bilim, bir yax göstərdim, linki və s. İndi gələcəkdə biz əslində bunu çox işlədəcəyik, narahat olmayın. Hamısını lazım olacaq bizə. Bu tip şeyləri nə edir? Bizə göndərir request klassı. Onda Laravel'də bizdə ehtiyac olmayacaq da new eləməyə metodu. Metodu new eləməyə, yəni Əgər özü eləyirsə. Baxır harda. Biz özümüz custom servislər yaradacağıq. Onlarda göstərəcəm sizə arxitektura baxımından. Bir növ əslində new eləməyəcəyik. Düzgün dependency injection-ı özümüz qursaq, new eləməyəcəyik. Göstərəcəm, amma bəzi yerlər var ki, new eləməliyik. İndi getdik nəyə? Tutaq ki, bizə request gəldi. İndi save prosesini gələndə istəməyim. Haçan database keçsəm, o vaxt göstərəcəm. Hələ ki, new prosesini göstərmirəm. Tutaq ki, burada siz database-ə save elədiniz. Yəni, PDO-nu açdıq və s. Save-lər getdi. Hansı ki, siz bunu bilirsiniz. Prepare, execute eləyirsiniz. Qutardı, getdi. Double save and request işlədərək. Tutaq, bu sətirdə database save elədiniz. İndi, database save eləyəndən sonra nə etməlisiniz? Adamı arxa səhifəyə qaytarması, ya ana səhifəyə, ya create səhifəsinə. Düzdür? Ona görə nə edirik? Yazıram bura. Return, redirect. Header-a artıq ehtiyac yoxdur. Redirect to. İndi,
redirect var idi, bir də to root var idi bizdə. Onları izah edeyim sizə. Burada biz rootun adını yazmalıyıq əslində. Redirect root. Okay. İndi nədir bu redirect root? Bunun ekvivalenti də var. Bu birinci növbədə mən sizə nəyi izah etməliyəm? Burada hər bir roota name verməliyik. Bura ox atıb name verirəm. Kateqori nöqtə name. Bu name'in məqsədini izah edəcəm indi sizə. Gəlirəm indi buraya yazıram kateqori nöqtə create. Niyə? Çünki deyirəm ki, save prosesin bitəndə kateqorisin create-inə getsin. Burada təkdə yazmışam. Üzrlü sayım. Burada təkdə yazmalıyım. Deyirəm ki, kateqorinin create-inə getsin. Bu nə deməkdir? Redirect root. Yəni get bax bu roota. Kateqori create. İndi gəlin baxaq. Səhifəni dava atıram. Buraya yazıram. Burada return deyə bir şeyimiz yoxdur. Kəsən bir şey yoxdur bunu. Bu gəlib buranı keçib create-ə qayıtmalıdır. Gəlib yazıram məsələn animal, save-ə basıram. Bax təzədən create səhifəsindəyəm. İndi tutaq ki, bizə success deyə bir mesaj göndərmək istəyərik. Burada deyəsən belə bir şey var idi. With deyə bir şey var idi. With success category created və gəlirəm create içində buraya yazıram ki at session idi deyəsən, yoxsa at if at end if buraya yazıram session içindəki success varsa buraya gəlsin, yazsın ki elə bu özünü, mesajın özünü yazsın. Eko. Gəlin baxaq bir dənə. Yazıram məsələn animal-ı save elə. Save-ə basıram. Bax kateqori created gəldi. Necə gəldi? Bir daha izah edeyim. Kateqori control-da redirect root eləyən zaman with ilə deməkdir, yəni. Nə return edirsən. Deyirəm success mesajı ilə kateqori created olsun. Bəs bunu view tərəfinizdə tuturuq. At if session içində success varsa echo elə bunu. Bu nədir? Success. Yəni biz burada success-dən kateqori created göndəririk. Bu da nə olur? Avtomatik ekrana gəlir. Bax, səhifə açanda gəlmir. Burada bir animal deyə bir kateqori yaradım. Bax, gəldi. Yəni belə bir uğur mesajlarını göndərə bilərik. İndi biz bu belə hissə keçirik, puzzle. Bunu layihəyə yazanda tam belə hamısını işlədəcəyimiz üçün dalbadal dayanmadan hamısı narahat olmayın, yazıda qalacaq. Prosta mən action-dan biraz bu redirect'i qatışdırdım. Formdakı action var deyə dedi, o bizi yönləndirir müəyyən bir şeyə. Okay, gəl bura baxaq. Bax, Bu nə oldu? Biraz qatdım bir-birinə. Action. Bura Lubo linki yaza bilərsənsə, gəl bura google.com da yaza bilərsən. Aha. Ya bu gedib sən bunu submit edəsən google.com atacaq. Aha. Amma mən deyirəm ki, mən google.com-a yox, mənim elə öz saytımda kateqori store at. Aha, başa düşdüm. O birisi nədir? O birisi nədir? İndi sən gəldin, tutaq save elədin. Save-in bitdi. Bax, burada save elədin, save-in bitdi. Aha. Sən neyəsən? Havaya baxas deyirsən, ağ səhifə qalası deyirsən də. Nə eləməlisən? Adamı harası yönləndirməlisən. Ya ana səhifəyə, ya create səhifəsinə yönləndirirsən. Bunun yolu da budur. Redirect root bax bu cürlə. Ha, okey. Hə, biz onu şey eləyirdik əvvəl. Header. Əgər düyməyə basılıbsa, issetlə eləyirdik də header. O heç header-la axırda nə edirdik? Səhifəni yönləndirirdik harasa, refreshləyirdik. Hə, bu okey. Bax belə deyim də sənə. PHP-də biz əvvəllər hər şeyi bir səhifə üzərində gördük. Nə mənada? Bir səhifə. Kateqoriyanın create səhifəsi var. Adam düyməyə basır, yuxarıda if-ə girir, save eləyib, təzədən aşağını oxuyurdu. Amma biz indi hər səhifə ayrıdır. Nə mənada? Bizim front səhifəsi, create səhifəsi ayrıdır. Save üçün basanda ayrı bir metoda gəlir. Bu metod işini bitirir, göndərir o birisi metodu create metoduna. Create metodda nə edir? Zaten view-u yükləyir. Yəni fikir verdinizsə hər metodun öz məsuliyyəti var, yəni öz işi var, belə deyim sənə. Və nə olur? Sən store elədin, sonra create göndərsən və ya create istəyir, store göndərir. Bir-birlərini paslaşırlar. Okey. Bu cür nə? İndi gəldik nəyə? Sən redirect root-ədir. Bunun biraz da qısa yazılışı var. Nədir bu qısa yazılış? To at xətt root
bura rootu yazırıq. Kategoria.create with bax istəyən bunu işlətsin, istəyən bunu. Amma bu daha qısadır ikincisi root. Yəni redirect rootun yerinə root bir dəfəlik yazırsan da qısa. Okay. İndi gəlirik nəyə? Bu name söhbətinə ki, mən sizə bu name'i izah edeyim. Bax, bu name sadəcə bu roota qoyulan bir addır. Hansı ki, bu adı biz yönləndirmələr zamanı işlədirik. Nədir bu yönləndirmələr? Bax, bizim burada kategory create bir linkimiz var. Mən gəlib bu linki burada işlətsəm və həmçinin burada işlətmişəm. İndi tutaq ki, sənə işdən bir task gəlir ki, bu kategory create linkini get dəyiş, bu linki dəyiş. Get bunu hər yerdə adını qoy. Məsələn, create yeni yarat. Məsələn, yeni yarat. Atıram da indi məsələn. Və yaxud da olsun bunun adı başqa bir şey, develop olsun və yaxud da nə istəsən qoya bilərsən. Sən tutaq bunun adını yarat qoydun. Sən yazıq developer, nə etməlisən? Hər yerdə dəyişir. Bəli, gedib nə etməlisən? Bax, gəlməlisən, burada da dəyişməlisən, burada da dəyişməlisən. Sənə zülmdür. Amma bu belə deyil. Belə olmamalıdır. Biz link dəyişə bilən bir şeydir. Linkdən asılı olmamalıyıq. Ona görə də biz nə edirik? Buna bir ad qoyuruq. Bu ad zaten heç kimə təsir, heç kimə görünməyən bir addır. Hansı ki, sırf bu development tərəfdə işlənən bir şeydir. Buna gəlin bir ad qoyaq. Məsələn, məntiqlə fikirləş ki, bu kateqoriyanın yaradılmasında kategoria.create qoyun. Heç kimsə məcbur eləmə, belə qoyun. Trainlə də qoya bilərsiniz və s. Nə istəyirsiniz qoyun. Link iş nədirsə, təbii ki, deyirlərsə əgər, nə istəyirsiniz qoydunuz getdi. İndi baxın, mən bu kateqori create-i götürürəm. Birinci zaten burada işlənmə yerini gördünüz. Kateqori.create. Bu getdi. Ya bura rootun promoy adını yaz. Əslində bura link yazmaq olmaz. Bir yaxşı demirdim sizə. İndi gəldik bura. Bəs yaxşı, burada necə işlədəcəyik? Siz promoy bura kateqori.create yaza bilməzsiniz. Onun üçün nə edirsiniz? Bura yazırsınız ki, echo root funksiyasını çağır. Root funksiyasının içinə kateqori.create yaz. İndi baxın, mən bunu görün, name'i yazdım. Düzdür? Gəlin səhifəyə gedirəm, inspect açıram. Səhifəni refresh deyirəm. Səhifəni refresh dedim. Foruma gəlirəm. Forumun action'ına baxın. Link kateqori create. Bəs bu nə deməkdir? Gedir baxın sizin bu funksiya nə edir? Gedir sizin kateqori.create adında olan rootu tapır name'ə görə və onun linkini əldə edib dinamik şəkildə baxın bu forumun action'ına qoyur. Okay. Bu sayədə nə əldə etmiş olursunuz? Sabahsı gün bu linkdən asılı qalmırsınız. Sabah sizlə linki dəyiş, rahat dəyiş. Dəyişirik. Onsuz da name burada da sabitdir. Burada da sabitdir və heç kim bu name'i zaten görmür. Heç kim də sizə gəlib deyəməz ki, dəyiş bunu. Çünki müştəri tərəfə görsənən bir şey deyil bu. Belə. Name'in də məqsədi budur. Burada təbii ki, obislərə name qoyursunuz, gedir. Okay. Bu da belə name tərəfidir. Bu şey oxşayır. Biz bir dəfə yazmışdıq Roots papkası. Bəli. Roots papkası buna oxşayır əslində Cəfər web.php. Linkdən asılığı. Orada nə yazırdıq? Biz yazırdıq ki, bu root bu şeydir, getsin bu linki oxusun. Bu root bu linki oxusun. Bu da əslində eyni şeydir. Burada deyirəm ki, bu link getsin bu klassın bu metodunu oxusun. Yəni OP tərəfə biraz çəkdirdik. Və üstəsin name qoyduq ki, asılı olsun bundan. Tamam. Birində dəyişir, hamısında dəyişir. Bəli. İndi tez nə qədər vaxtımız bitməmiş, mən nə edirəm? Ən vacib bir şey izah edirəm. Əslində çatdırmayacağam, amma yəni birinci sadə bir şəkildə izah edeyim. Yadınızda biz nə edirdik? Database save-dən əvvəl bəlirli bir iflər açırdıq. Bu iflərdə nə yoxlayırdıq? If dollar request-dən name null gəlibsə, yazırdıq ki, bizim nəyimiz var, errorumuz var ki, name'i mütləq göndərməlisən. İndi tutaq ki, burada belə yazasaq nə edəcəyik? Gəlirəm bura. Command C, Command V.
Bax buramı burada return edirik. Niyə? Database save'imiz buradadırsa, bu return olsa aşağını oxumur axı. İndi deyirəm ki, create səhifəsinə get. Buraya yaz fail. Burada yaz ki, tak name is required. İndi təbii ki, bura fail sözü yazmışıqsa, bura bir if açmalıyıq da fail üçün. Command D fail fail. Все. İndi gəlin baxaq. Bax burada deyirəm name null-dursa qaytar dala fail-la name required. İndi gəlirəm. Bunu bağlayaq, ehtiyacımız yoxdur. Səhifəni refresh deyirəm. Buraya yazıram nə? Tutaq, heç nə yazmıram, boş göndərirəm. Save-ə bastım. Nə deyir? Post metod. Üzürlü sayın, çox üzürlü sayın. Görün nə eləmişəm. Save olanda mən də götürüb create-ə göndərirəm. Create səhifəsində göndərməməliyəm, axı biz store-a göndərməliyik. Gəl buna bir də name qoyaq. Tutuz erroru. Erroru başa düşdünüz nədir? Mən burada çəkib create-ə göndərirəm. Mən burada store-a göndərməliyəm. İndi təzəlici dəyişdim. Okay. Gəlin təzədən boş göndərirəm. Baxın, name is required. Səbəbi nədir? Gəlir bura daxil olur. Baxır ki, name null-dursa dala qaytarır. İndi təbii ki, başqa else if yazırıq. Request-dən gələn name null deyilsə, nə yazırıq? Məsələn, yazı bilərik ctrl-n request name böyük hissəsi 200-dən. Əslində 200 yox, heç kateqoriya adı maksimum heç özü öldür, 50 simvolu keçməz deyə düşünürəm. Yazıram ki, name is too long və yaxud da not greater than 50 karakter. Məsələn, bunu yazdıq. İndi nə edirəm? Məsələn, gəlirəm bura 50 karakterə keçməyə xotum yoxdur. Nəsə, bu cür nə else-lər yazı gedirsiniz, yəni eləyəcəm. Buraya yazıram astas, command A, command C, command V. Save-ə bastım, bax, name not greater 50 karakter. Yəni, uzatmıram. Uzun sözün qısası nə edirəm? Bax, burada mən validasiyalarım var idi, yazıram. Hətta istəyiz bunu biz ayrı bir metodda bölə bilirdik yazı gəlsə. Yəni, bu validasiyalar belə yazı gedirdik. Amma artıq bu dövrdə bitdi. Təbii ki, yaza bilərsiniz, heç kim sizi məcbur eləmir yazmağınız. Amma nə edirik? Başqa bir şey yazırıq. Bizim Laravelin öz validasiyaları var. Bu uzun zad yazmağa ehtiyac yoxdur. Nədir bu validasiyalar? Birinci ən sadə controller'ı da göstərəcəm. Sonra klassın içinə daşıyacaq başqa klassa. Gəlin birinci sadəsini göstərək. $this. $this nə idi? Klass daxilində hər hansısa bir metod və property çatmaq idi. Buraya yazıram validate. Validate nədir? Bizim metodumuz, çünki fiqur məsələ açılır, bağlanır. Və bu validate metodunu açsam, görəcəm ki, bax, buradadır public function'ı niyə çata bilməyimiz üçün public qoyublar. Bizdən nə istəyir? Birinci request istəyir, sonra rows istəyir. Nədir bu request, rows və sonra mesaj və attribute istəyir? Bu mesaj attribute'u gələnlər sizə eləyəcəm böyük ehtimalla. Hələ ki, baxaq nə deyir? Deyirsən, birinci mənə klassıvı göndər, sonra mənə qaydalarını göndər, mən yoxlayım. Nə inir bu? Gəlin birinci nə göndərək? Dolar request'i göndərim. Bunu request ol deyə bir göndərməyə də olar. Və yaxud da request də göndərə bilərsiniz. Fərqi yoxdur. Vergül. İkincisi qaydaları göndərik. Qaydaları da göndərmək üçün array açırıq. Bax, bu cür bir array açdıq. Bu array'i nə edirik indi? Başlayaq nədən? Qaydalarımızı yazaq. Mənə nə gəlir forumdan? Eyni cür olmalıdır. Bax, name gəlir, brand gəlir. Tutaq ki, bir də CSRF gəlir. Bunun yoxlanışını zaten eləyir, ehtiyac yoxdur eləməyə. Bizə lazımdır, tutaq ən vacibi name. Nə edirəm? Name required yazsam, bu nə edəcək? Bizə null gəlməyinin qarşısını alacaq. İkinci, string yazıram. String yazmağımın məqsədi odur ki, bu bilsin ki, Laravel bu stringdir. Niyə? Çünki mən yazacağam ki, mənə minimum 3 ola bilər. Mən indi minimum 3'ü PHP-də çox anlayışı var. Əgər siz bura integer, int yazsaz, int minimum 3 oldu ki, minimum 3 rəqəmindən böyük olmalıdır. Amma string yazsaz, hərflərin sayı minimum 3 olmalıdır deməkdir. İndi file falan da yazacaq. File odur ki, minimum olacaq burada onun həcmi. Bax, bu cür nə minimumun müxtəlif mənaları var. İndi buraya yazıram maksimum. Yazmışdım 50 simvol. Buraya 2 yazaq gəl.
Bu o deməkdir ki, sənin ölçün 50-ni keçə bilməz. Bu cür. Və indi desəz ki, mən bu validasiyaları hardan bilirəm? Və bu arada bunu string kimi yox. Bax, string kimi yazıyoruz, aralarında xəttlər qoymuşam. Belə xətt. Və bunu bu cür yox, bu cür də yaza bilərsin. İndi onu izah edirəm. Hansısa rahat gəlirsə. Bax, buraya yazıram ki, neyim ox atıram, ərrəyə açıram, tək yazıram. Required string max 255 minimum 2. İndi sizə bu mu rahat gəlir, bu mu rahat gəlir, özünüz bilərsiniz, öz işinizdir. Amma belə izah edeyim ki, oxunarlıq məncə bu ərrə daha yaxşı oxunur. Çünki ayrı-ayrı bölünüb. Bu biraz ortasında xətt falan var, biraz da qəribə gəlir. Amma bu daha oxunarlı, amma seçim sizindir. İndi bu validasiyanı yazdıq. Desəz ki, bəs mən digər validasiyaları hardan öyrənəcəm? Yazırsınız Laravel validation. Bax elə öz səhifəsini açırsınız. Versiyanı öz versiyanızı eləyirsiniz. Bir daha bir şey göstərim ki, baxın bunu neyim yazdıq. İndi gəlin bunu siz tutaq ki, nə etmək istəyirəm? Validasiyanı keçib-keçmədiyini bilmək istəyirəm. Bura gəlib display error yazsam, error message yazsaq. De buradadır. Bax gör nə yazıb. Display validation errors. Bunu bir dəqiqə mən sizə bir şey göstərim. Burada mündəricat olmalıdır validation'da. Niyə yoxdur ki burada mündəricat? O vaxt mündəricat var idi. Bu arada mikrofonu bağlayan Allah razı olsun. Baş beynim gitmişdi. Deməli. Deməli burada normalda mündəricat olurdu. Niyə mündəricat yoxdur? Yəqin Laravel axırıncı versiya olanda mündəricat qoyurlar. Yüzə baxım, yox, yenə qoymayıblar. Tamam, nəsə. İndi bura gəlirsiniz. Laravel onu seçirsiniz. Yazırsınız bura. Deyirsən burada deyil mündəricat. Buradaymış. Əla. Deyir ki, on this page. Mündəricatı burada daşıyıblar. O vaxt yuxarıdaydı. Tamam. Burada display baxın mündəricata. Display the validation error. Bu nə demək? Display ekrana gətirməkdir. Validation error, validasiya errorları. Bu sizə klik edirsiniz. Bax bu sizə necə ekrana gətirəcəyinizi deyir. Bax bu əzbərləməyə ehtiyac yoxdur. Command C edirsiniz. View-vuz budur. Gəlirsiniz bura, bunu atırsınız. İndi gəlin oxuyaq. Əslində çətin bir şey yoxdur. Deyir ki, if errors variable any. Yəni error varsa. Div alert danger. Bootstrap'da bu alert danger vardı. İndi biz Bootstrap yükləməmişik ki, bunu oxumayacaq. Sonra gör nədir? For each errors all. Errors all nədir? Bütün errorlar as dollar error. Yəni bunu errora mənimsət və echo elə. Yəni bu nə deməkdir? Bir bizim çox errorumuz çıxa bilər. Deyir bir bütün errorları ekrana gətir. Yəni əsl sadə bir koddur. Prosta bunu əzbərləməyə ehtiyac yoxdur deyə deyirəm, götürə bilərsiniz. İndi gəlin baxa görə bu qaydalarımı əməl eləyəcəyim. Hansı ki biz bax store'un içində qaydalar yazmışıq. Getdik, açdım səhifəni. Boş göndərəm. Name field is required. Gəlin bir dənə A yazıb göndərəm. Çünki minimum 2 yazmışdım. Baxın, the name field must be at least 2 character. İndi çox yazaq. Dəhşət çox yazan mənim. Save. Deyir ki 255 qoymuşam. Nəsə 255-dən çox ola bilməz. Burada 255 qoymuşam. Tamam. Bax bu cürlə. Yəni siz sadəcə bir dənə bu kodu yazmaqla nə qədər if-dən qurtulmuş olursunuz. Və üstə gəlinsə heç bir error mesajında yazmamış olursunuz. Bax bu qədər sadə. Easy peasy. Bu cürlə. İndi mən sizə dedim ki, bir error mesajlarını əzbərləməyə ehtiyac yoxdur. Burada gəlirik, errorları axtaraq bir dənə. Validasiyaları. Validation. Harada da bu validasiya var? Available,
Available validation rules. Yəni available şeydir də, yəni Azərbaycanca unutdum. Yəni belə bilirəm mənasını. Mümkün. Yəni mövcud da belə deyim. Hə. Mövcud validasiya qaydaları. Bax burada nə qədər variabel sayəsində nə qədər validasiyalar var. Buradan baxıb öz istədiyinizi axtara bilərsiniz. Məsələn, bax burada array. Bu array nə deməkdir? Yəni mənə frontdan gələn data array olmalıdır. Date, mənə date olmalıdır gələn, decimal olmalıdır, digit və yaxud da numerik yaza bilərsiniz. Numerik nədir? Məsələn, bizə double da gələ bilər, tam ədəd də gələ bilər, integer də gələ bilər. Bunun üçün numerik yazsınız bəsdir. Email var. Email nədir? Məsələn, bizə həqiqətən email olub olmadığını yoxlayır. Yəni tam yoxlamır, amma işarəsinin olub olmadığını, ya belə deyim. Burada məsələn 1000 dənə şey var. Minimum, maksimum, nə bilim required, size var, string var, unique database var. Yəni gedib database-dən yoxlanışlı var belə, hətta minimum var, missing if var. Yəni burada çoxlu şeylər var, oxuya bilərsiniz. Mən nə vaxt keçəcəm bunları sizə? Bunu layihəyə yazdıqca işlədəcəyik. Yəni durub mən bunu bu işə yarayır, bu işə yarayır, durum 10 dərs bunu keçim, elə bir şey anlayış yoxdur. Qətiyyən narahat olmayın. Belə. Yəni validasiyaları da buradan baxa bilərsiniz. Belə ümumi qısacası da dediyim. Siz də tutaq gələcəkdə nəsə lazım olsa internetə yazıb baxa bilərsiniz. Belə. İndi getdik nəyə? Bir fikir verdinizsə, bunu da deyim yekunlaşdıraq. Nə idi onun adı? Çox uzatmayım. Sonra gələn dərs bunu single responsibility ilə ayrı bir klasa çıxartmalı deyəcəm. Qısa bir şey deyəcəm, qutarırıq. Nöqtəni qoyuram. Bilirəm çox keçdik. Əslində yavaş-yavaş keçirik də nəsə. Mənim görürsüz error mesajlarım ingiliscədir. Necə edeyim ki bu Azərbaycanca olsun? Birincisi. Bizim burada variabel 10-da lang papkası yaratmalıyıq. Bax qeyd eləyin. Ya da internetdə də hazır göstərəcəyimiz tapı var. PHP artisan lang 2.publish yazırdıq deyəsən. Language files published successfully. Bunu yazdıq. PHP artisan lang publish. Və hara gəlib düşdü? Baxaq bir dənə də var burada lang papkası. Bax göz n deyə bir şey var. N'in içində bax validation.php var. Bax burada gəlin baxaq, izah edeyim sizə. Baxın burada bütün validasiyaya aid keywordlərin ingiliscə izahı var bax burada. Bax məsələn max. Deyir ki max string aiddirsə, deyir ki the field must not greater than max character. Görürsüz? Adamlar sağ olsun bütün hər şeyin bax tərcüməsini yazıb burada, errorları. Okay, bəs yaxşı biz bunu necə Azərbaycanca eləyərik? Bura gəlirik lang papkasını bir dənə az yaradırıq. Bax bunları kopya eləyirik. Məsələn validationu bura. Sonra da başlayırıq bura Azərbaycanca yazmağa. Ağlamaq tutmadı sizi. Bilmirəm biz daxil edirik. Zarafat eləmə, elə şey yoxdur. Silirəm bunu. Silirəm. Evram doğrudan yəni. Tamam, nə edirik? Az papkasını yaratdıq. Gəlirsiniz, yazırsınız ki bura variable Azər validation yoxsa validation yoxsa local nədir? Azərbaycan elə bir şeydir. Hə, de bu. D məhəbbət. Deməli, bu insan, əziz insan nə edib? Biz üçün baxın, validationa daxil olun. Bax burada düzdür, hamısı olmasa da əslində bir çoxunu yazıb. Bu əslində biraz azdır, çünki bu nə vaxt yazıb? Bunu 8 il əvvəl yazıb, 8 il əvvəl. Yəni düşünün, bunun içinə daxil olsa, gör nə qədər burada fayl var, amma bu validationa daxil olsaz nədir? Əslində çox bir şey yoxdur. Niyə yoxdur? Əsasları yazıb əslində. O, bir də bunlar hər variabel versiyası artdıqca gələn bir şeylərdir deyə. Hələlik bu işimizi görər yəni. Belə də özünüz yaza bilərsiniz, belə. İndi nə edirik? Bunu koda klik eləyirik. Download zip eləyirik. Sonra bu zipi unzip eləyirik. Sizdə Windows'da sağ klik eləyirsiniz. Unzip deyə bir anlayış var. Ona basırsınız.
Gəlirsiniz bura. Bu az papkasını görürsünüz. Bunu götürüb indi atacağıq bura. Mən indi öz yaratdığım az papkasını silirəm. Delete. Delete həmişə çətin yerə qoyurlar. Hə. Azı götürürəm. Bura atıram. Refaktor edirəm. Bu az papkası gəldi düşdü bura. İndi artıq mənim Azərbaycan tərcümələrim var. Bax burada da görsəz. Məsələn, burada minimumu tapın məsələn. Minimum. Hə, bu. Məsələn, stringdə bax. Mən ingiliscəni açmışam, üzrlü sayın. Hə, burada. Minimum string. Attribute minimum simvoldan ibarət olmalıdır. İndi bu 2 nöqtənin yerinə gəlir dinamik siz yazdığınız qoyulur. Və bu ilə iş bitmir. Bu sadəcə tərcümələrdir. Bizim config papkas diye bir folderimiz var. Bu folderin izahını keçməmişəm sizə. Burada bizim app'imizin konfigurasiyaları olur. Bu konfigurasiyalar nədir? Qabaqda hər bir dəstə keçəcəm yavaş-yavaş. Hamısını eyni anda deməyim mənası yoxdur. Sadəcə bunun içində app'in içinə daxil olursunuz. Gəlin burada bir iki dənə nümunəni göstərim sizə. Bax burada app'in name'i var. Deyir ki, get environmentdən name'dən oxu. Yəni yoxdursa əgər defaultı var əvvəl olsun. Hansı ki bizdə var zaten. Bax budur. Bura gəlib nə istəsəz yaza bilərsiniz. Düşəsi olsaq burada environmentdir, nə bilim debug'dır. Debug'ı da baxın gedir environmentdən oxuyur. Yəni əslində siz gəlib burada dəyişsəz, bu gəlib burada dinamik dəyişir. Ya da gəlib promoy buradan silib false da yaza bilərsiniz. Yəni false yaza bilərsiniz. Amma bu daha məsləhətlidir ki, dinamik hər bir layihədə environmentindən oxuyur. İndi düşün aşağı çox uzatmayayım. Burada maraqlı söhbətlər var. Bir dənə time zone deyəcəm. Time zone UTC. UTC demişdik ki, bu Greenwich idi deyəsən oydu. Biz buraya yazırıq Asiya Baku. Ya bu yandan xətt belə idi, ya belə idi. Hər dəfə mən bunu qaçışdırıram. Böyük ehtimal belə olar. Demək bu nədir? Bu nədir? Bu o deməkdir ki, bizim yadınızda default time zone set eləyir deyə tarix dərsini keçəndə. Onu dağıtıb gedib yazmağınıza ehtiyac yoxdur ən üstdə. Hətta gəlin bir dənə baxaq orada. Ya da baxmayaq, özünüz bildiniz nəsə. Onu yazmır. Var belə gəlib təzəcə bunu yazsaz, o gedir özü eləyir. Baxın gör necə rahat. Yenə də var belə sağ olsun. Düşə indi lokala. Burada lokal, fallback lokal və s. və faker lokal var. Faker'ın nə olduğunu hələ deməmişəm sizə qalsın. Fallback lokal burada izah eləyir ki, əgər deyir bir lokal available olmasa, yəni məsələn tutaq fransız dili və s. bu gedir avtomatik ingilis dilini oxuyacaq. Bir də var bizdə bu da lokal. Bu bizim layihəmizin işlətdiyi lokal endi. Biz bunu az eləyəcəyik. Niyə? Çünki biz burada papkanını az qoymuşuq. Bunu az eləyirik. İndi gəlin baxaq error mesajımıza. Məsələn A hərfi yazıram. Name minimum 2 simvoldan ibarət ola bilər. Name nədir desəz, name inputun name'ini qoymuşuq deyə belə oxuyur. Onu da dəyişmiyor, onu da gələndə izah eləyəcəm. Yəni layihəmizin də dilini bu cürdə dəyişə bilərik. Uzun sözün qısası. Və narahat olmayın, bütün bunun hamısını layihədə tətbiq eləyəcəyik. Bugünlük dərsimiz də bu qədər. Rekordu saxlayaq.